qəşəng bir məqama gətirdiyiniz söhbəti, amnistiyanın şamil olunacağı şərtlərə bir diqqət eləyək. Bax, ən böyük kimlər məsələ əhatə eləyəcək? Yəni bu özü də mən qeyd etdiyimiz məqamları vurğulasaq kifayət qədər böyük bir əhatə dairəsini. Böyük bir əhatə dairəsi, həm də o fikir verirsiniz, Zəfər ilinin 5-ci il dönümü, yəni yubiley ilidir. Konstitusiyamızın deyilmək əsas ana məsələlərindən biri, ana prinsiplərindən biri, bəlkə birincisi ərazi bütövlüyü, suverenimizin təminatı ilə bağlı məsələlərdir. Bu məntiqlə ərazi bütövlüyü və suverenliyimizin təmin edilməsi prosesində iştirak edən şəxslərin, iştirak etmiş şəxslərin, sonra Vətən müharibəsi və antiterror əməliyyatlarında deməli həlak olmuş insanların yaxınları, bundan savayı fikir versə, o da qadınlara xüsusi yer ayrılıb. Bundan savayı fikir versə, o da ən vacib məqamlardan biri Ermənistanın mülki əhalimizə qarşı törətdiyi cinayət nəticəsində əlil olmuş şəxslərin qohumlarından söhbət gedir, onların yaxınlarından söhbət gedir. 60 yaşına çatmış və ondan yuxarı insanlardan söhbət gedir və cinayət əməli törətmiş insanlar ki var, onların ictimai təhlükəliliyi çox aşağı səviyyədə, ümumiyyətlə ictimai təhlükəliyi yoxdur. İctimai baxımdan azadlığa çıxanda təhlükə törətmirlər. Yetkinlik yaşına çatmayanlar var. Bax, bu kateqoriya, yəni burada həm də həssas kateqoriya insanlar var. Yəni o qruplar ilk növbədə bax bu amnistiya aktının tətbiq zonasına daxildir, o kateqoriyalar daxildir. Elə insanlar var ki, onlar hələ onlarla bağlı azadlıqdan məhrum etmə cəzası tətbiq edilməyib. Hələ istintab prosesi gedir. Yəni, belə insanlar da var. Və görəndə ki, onların ictimai təhlükəliyi yoxdur, elə ağır cinayət törətməyiblər. Daha yüngül cinayətlərdir. Bu halda isə onlar da hətta onlarla bağlı məhkəmənin qərarı belə olmadan, onların məhkum edilmədən belə azad edilməsi məsələlər də həmin bu kateqoriya insanların dairəsinə daxildir. İlk növbədə söhbət 5000 insanın deməli azadlığa buraxılmasından gedir. Birinci növbədə 5000. Burada 3000 insandan söhbət gedir, məhkumlardan söhbət gedir ki, onların cəza çəkmə müddəti azaldılır. 7000 məhkum var ki, onların azadlıqdan məhrum etməsi ilə bağlı o məhdudiyyətlər, o məhdud yanaşmalar ki vardı, bax, onlar təzədən nəzərdən keçirilir, onlarla bağlı məsələyə baxılır. Yəni, bax, bu kimi yanaşmalar öz əksində 4000 nəfər var, məsələn, onların münasibətdə artıq törətdikləri cinayətin ictimai təhlükəsizlik məsələləri, nə dərəcədə onların özlərini bu cəza çəkmə müəssisələrində aparılması, əxlaqı, ailə vəziyyəti və s. kimi bu faktorların təsiri var ki, nəticə etibarilə onların azadlığa buraxılması və yaxud da ki, onların cəza çəkmə müddətinin qısaldılması və s. bu kimi qərarlar qəbul ediləcəkdir. Yəni, əsas nədir? Əsas odur ki, bizim üçün tarixi bir ildir. Qələbəmizin 5-ci il dönümü biz qeyd edirik. Bizim Ulu Öndər Heydər Əliyev müəllifi olduğu Konstitusiyanın 30-cu il dönümüdür. Bu ildə belə bir amnistiya aktının gözlənilən idi. Və xüsusilə də Cənab Prezidentin Ulu Öndər Heydər Əliyevin həmişə humanizm prinsiplərini, mərhəmət prinsiplərini əldə bayraq tutması, bu baş verən amnistiya aktının labüd edirdi.